Elman müəllim, belə çıxır ki, gələn il Ermənistanda seçkilər keçiriləcək. Hələ o vaxta qədər sülh prosesi, belə deyək ki, ertələnə bilərmi? Bu yenə də deyirəm, mən Yeni Azərbaycan Partiyasını təmsil edirəm və Yeni Azərbaycan Partiyasının mövqeyi deyil. Mənim indi səsləndiklərim, mən bir elm adamıyam, siyasi elmlər doktoruyam, professoram. Mənim özümün təhlillərimin əsasıdır. Mən öz baxışımı söyləyirəm. Mənə elə gəlir ki, 2026-cı ilin parlament seçkiləri və onun nəticələri bəlli olana qədər Paşinyandan sülh istiqamətində real diqqəti cəlb edə biləcək, regiona uzun müddətli və dayanıqlı sülhü gətirə biləcək addımlar gözləmək inandırıcı görünmür. Düzdür, bugünkü dünyada ən qəliz şey proqnoz verməkdir. Ancaq mən hər halda bunu öz versiyam kimi söyləyirəm, öz baxışım kimi söyləyirəm. Mənə elə gəlir ki, 2026-cı il seçkiləri bugündən Paşinyan bütün davranışını müəyyən edən əsas bir məsələyə çevrilib və onun o məsələnin necə həll olunması, yəni Paşinyanın qalib gəlməsi və ondan sonraki yeni reallıqlar fonunda bir sülh prosesində ardıcıl və sistemli Ermənistan tərəfindən atıla biləcək addımlara görə bilərik.